Salam uşaqlar, bugün bizim mövzumuz predlogidir və indi tvarительный падежdən danışaq. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Так, tvarительный падеж yerli haldır və sualı kim, чем. Hansı predloglar tvarительный падежlə işlənir? С, со, за, под, над, перед, между. Və indi gəlin bir-bir onları izah edim. S ya so bu söz önü tvarительный падежdə birlikdə, yoldaşlığı və ya tərkibi bildirir. Məsələn, bax burada önəmli fərq deyə yazmışam burada. Alətin özü ilə iş görəndə söz önü işlənmir. Məsələn, deyirik ki, писать ручкой. Писать чем? Ручкой, qələmlə yazmaq. Amma kiminləsə və ya nəyinləsə birlikdə olanda biz s, so deyə söz önünü yazırıq. İnsan və ya heyvanla birlikdə, məsələn, bilirsiniz ki, rus dilində heyvanlarda kim sualına cavab, yəni canlıdır, düzdürmü? İnsan və ya heyvanlarla birlikdə, məsələn, с кем, kimi ilə də, идти гулять с другом, dostumla gəzməyə getmək. Говорить с учителем, müəllimlə danışmaq. Играть с собакой, itlə oynamaq. İkinci mənası tərkibdir. Yəni, с чем deyə sual verim. Məsələn, nə ilə birlikdə də deyirik. Məsələn, deyirik ki, çay с сахаром, şəkər ilə çay. Ya da şəkərli çay da belə deyək. Бутерброд с сыром, pendir ilə buterbrod. Nə zaman biz so yazırıq? Söz s, z, ş və j kimi samitlərlə və ya samit cütlüyü ilə başlayanda, məsələn, samit cütlüyü nədir? Yəni, dalbadal 2 dənə, tutaq ki, samit olsa, biz uca so yazmalıyıq. S deyə uca düzgün olmaz. Со мной, со слезами, göz yaşları ilə. Bu şəkildə. Так, дальше. Так, за. İkinci predlog zadır. Bunlar bir də deyirəm uşaqlar. Bu əsas bizim işlətdiyimiz predloglardır. Onları yazmışam sizin üçün. O şəkildə də tərcümə etdim ki, qoy sizdə də olsun. Za deyiriksə, arxasında, dalınca, arxasınca, ardınca deyə deməli məna verir. Bu sözünü həm fiziki məkanı, bir şeyin arxasında olmaq, həm də ardınca, dalınca getməyi bildirir. Məsələn, məkan arxasında, məsələn, где, зачем, harda, nəyin arxasında deyirik də. Məsələn, deyirik ki, сидеть за столом, stolun arxasında əyləşmək. Maşina за домом, maşın evin arxasındadır. Sonra za məqsəd ardınca, dalınca deyə mənası var. Zачем, за кем. Burada niyə məqsəd deyirik ki, идти за хлебом. Yəni, çörək dalınca getmək, çörək almağa da, düzdürmü? Поехать за врачом, həkimin ardınca getmək. Üçüncü bizim predlogumuz pod, altında. Hər hansı bir obyektin aşağısında, altında olan yeri bildirir. Deməli, hansı məna verir? Altında где и под чем. Где и под чем. Kот spit под stolom. Pişik stolun altında yatır. Собака под деревом. İt ağacın altındadır. Kniga под подушкой. Kitap balışın altındadır. Bax, bu şəkildə deməli biz pod predlogu işlədirik. Dəlişi. Nat. Deyirik ki, burada nat üstündə, üzərində deməkdir. Bir şeyin toxunmadan, belə deyək də, yuxarısında, üstündə olduğunu bildirir. Həmçinin bir işin üzərində işləməklə ifadə edir. Məsələn, necə deyirik? Məkan, yəni üstündə, где, над чем deyirik, düzdürmü?
məkanı bildirir və məsələn, tutaq ki, deyək ki, lampa nad stolom. Lampa stolun üstündədir. Yəni, üstündə deyil, asılıbdır lampa. Птица летит над городом. Quş şəhərin üzərində uçur. Bax, üstündə, üzərində. Дальше. Над məşğuliyyət. Məsələn, над чем? Работать над проектом. Layihə üzərində işləmək. Bax, bu şəkildə bunlar işlənir. Dəlşi, перед. Перед deyiriksə, qabağında, önündə deməkdir. Bir şeyin və ya kiminsə qarşısında, önündə olan məkanı, eləcə də vaxt baxımından əvvəli bildirir. Nə deməkdir uşaqlar? Üzr sayın, çöldə uşaqlar oynayır. Tak, məkan önündə, где перед чем deyirik. Deməli, стоять перед дверью deyirik də, qapının önündə durmaq. Перед школой растет дерево. Məktəbin qarşısında ağac bitir. Görürsünüzmü? Sonra перед vaxt, yəni əvvəli göstərir də. Biz demişik ki, axı vaxt baxımından əvvəli bildirir. Vaxt əvvəl deyə yazdım. Перед чем? Помыть руки перед едой. Yeməkdən əvvəl əlləri yumaq deyirik. Görürsünüzmü? Deməli, biz indi между deyə növbəti predloqu. Baxaq, между, yəni arasında deməkdir. İki və ya daha çox obyektin, şəxsin arasında olan yeri və ya münasibəti bildirir. Mənası arasındadır. Sualımız где, между чем ya da между кем. Düzdürmü? Stol стоит между окнами. Stol pəncərələrin arasındadır. Разговор между друзьями. Dostlar arasında söhbət. Между нами bizim aramızda. Bax, bu şəkildə uşaqlar işləməlisiniz. Çünki dimdə, bir də deyirəm, belə suallar olacaq. Predloq çünki orada var deyə onu hələ inşallah işləyərik. Bax, ona keçməmiş bunları bir-bir sizinlə paylaşıram. Yəni, qayda playlistdə kanalıma daxil olanda playlistə daxil olursunuz ya da orada sizdə bəlkə ola bilər ki, mahnı siyahısı yazılı ya da playlist. Orada qaydaları tapırsınız və hamısı orada var. Hamısını da paylaşıram sizinlə. Belə uşaqlar, sağ olun, görüşərik.